Salam, dəyərli dostlar, xoş gördük hər birinizi. Əziz dostlar, bizə çox saylı vətəndaş müraciətləri gəlir. Zaman-zaman vaxt tapdıqca biz o problemlərdən çalışırıq, danışaq. Gələn video müraciətləri isə adəti üzrə göndərək, yayımlayaq. Bugün isə bizə Bakı şəhəri Sulutəpə qəsəbəsinin sakini Vəliyev Surxay adlı bir dəyərli izləyicimiz prezidentə müraciət eləyir. Adəti üzrə müraciət eləyir və özünün də görəcəksiniz qeyd etdiyi kimi yazmadığı, müraciət göndərmədiyi ünvan qalmayıb. Biz zaman-zaman bu prezident administrasiyasında bu məktublar şöbəsindən danışmışıq, telegrama göndərirsən baxan yoxdur, ərizə yazırsan baxan yoxdur. Yəni adamlar rayonlardan müraciət göndərir, bəzən görürsən bəzi rayonlarda poçt şöbələrinin rəislərinə göstəriş verilir ki, müraciətlərin qarşısı alınsın. Yəni, belə hallarda var və vətəndaşlar bizə yazırlar, göndərirlər, video müraciət göndərirlər və bu Vəliyev Surxay bizim üçün, bizim ünvanımıza da müraciət göndərib ki, xahiş edib ki, bunun şikayətini biz ictimailəşdirək və hər kəs bizim bu Vəliyev Surxayın müraciətindən xəbərdar olsun. Baxaq görək, Vəliyev Surxay nə istəyir, dəyərli dostlar? Salam, hər vaxtınız xeyir, Elnur müəllim. Mən Vəliyev Surxay Sultanoğlu, Bakı şəhər Binəqədi rayon Sulutəpə qəsəbəsində sakiniyəm. Hal-hazırda Sulutəpə qəsəbəsində məskunlaşmışam. Mənim sizə bir müraciətim var. Xahiş edirəm bunu ictimailəşdirin, qoyun cənab prezidentin qarşısına çıxsın. Mənə olunan haqsızlıq, ədalətsizliyə son qoyulsun. Deməli, Elnur müəllim, 2022-ci ilin may ayının 9-da beynim haqq keçirmişəm. 2024-ün yanvar ayına qədər xəstəxanalarda yatmışam, müalicələr almışam. Ev şəraitində, xəstəxana şəraitində ki, müalicə sağlamlığın bərpa olunsun, təsvir olsun ki, alınmayıb. Sənədlərimi təqdim edilmişəm əllərin bərpa mərkəzinə. Mənə oradan bildiriş verilib, sağlamlığın 40% itirilməsini göstəriş veriblər və mənə 3-cü qrup əlillik veriblər. Mən vaxtda bütün dövlət qurumlarına müraciət eləmişəm. İnsan hüquqlarına, prezident aparatına, nazirlər kabinetinə, prezident administrasiyasına, Milli Məclisə, spikerə müraciət eləmişəm. İnsan hüquqlarına, Səbinə Əliyeva cənablarına müraciət eləmişəm. Mənim bütün sənədlərimi göndərirlər Sosial Müdafiə Nazirinə və yaxud təbibə. Təbib deyir, biz əlilliyə baxmırıq, Sosial Müdafiə Nazirliyi deyir, biz əlilliyə baxmırıq, gedin əllərin bərpa mərkəzinə. Gedirəm əllərin bərpa mərkəzində, mənə ələ çalırlar, mənim qrupumu düzgün təyinat vermirlər. Mən həm psixoloji, həm nevroloji, həm şəkər xəstəsiyəm, həm Parkinson xəstəsiyəm. Məndə əzələ gücü 3.5-dən düşüb. Bu da faktlardır. 2.5'e həkim rəyləri var. Bu əsaslı faktlardır. Düşüb 2 bala düşüb. Başındakı ağır zədələri qeydə almırlar. Deyir, onun heç bir əsası yoxdur. Mənim hal-hazırda iş qüvvəm yoxdur. Hasayla gücdə yeriyirəm. Dəfələrlə müraciət eləsəm də mənim sənədlərimi, şikayətlərimi göndərirlər Sosial Müdafiə Nazirinə. Sosial Müdafiə Naziri mənə haqsızlıq edir, deyir, heç bir əsası yoxdur. Cənab Prezident həmişə deyir ki, çıxışlarında nazir, məmur özbaşınalığına qarşı mənə Prezident aparatından, Nazirlər Kabinetinə məlumat verin. Dəfələrlə Cənab Prezident, mən müraciət eləmişəm, məlumatlar vermişəm. Təsvirlər olsun ki, bu günə qədər Sosial Müdafiə Nazirliyi, nə Nazirlər Kabineti, nə Prezident Administrasiyası mənə olunan saxtakarlığa ciddi araşdırma aparmır. Sənədlərimi düzdür, baxırlar şikayətimə, göndərirlər Sosial Müdafiə Nazirliyinə. Sosial Müdafiə Nazirliyi də deyir, heç bir əsası yoxdur. Mən bu 4 ildə, Elnur müəllim, 18 dəfə xəstəxanalarda yatmışam. Bax, bunun hamısı həkim rəyləridir. Baxın,
Yaxşı baxın. Bax, bunun hamısı həkim deyərlərdi. Mənə bir vaxt dedilər ki, Ədələ gücü səndə 3.5-dən, 3-dən aşağı düşərsə qrupunu verəcək. Mən də gedib yatmışam xəstəxanalarda. Hamısı son araşdırmanın, son həkim rəylərini göstərirəm. Məndə əzələ gücü 2 bala düşüb, yeriyə bilmirəm. Hastayla gözə yeriyirəm. Psixoloji xəstəyəm, psixoloji vəziyyətim çox pisdir. Şəkər xəstəsiyəm, potensiyon xəstəsiyəm, əsirəm, hal-hazırda sol hissəm işləmir, ayağım, qol hissəm işləmir. Buna baxmayaraq Sosial Müdafiə Nazirliyi mənim qrupuma saxtakarlıq edir, mənim haqq ədalət naminə mənim hüquqlarımı bərpa eləmir. Sizdən xahiş edirəm, bir vətəndaş kimi mənim hüquqlarımı bərpa elətdirməsində köməklik edin. Mənim şikayətimi ictimailəşdirin, qoyun cənab prezidentin qarşısına çıxsın. Cənab prezident həmişə deyir ki, mənim saxtakarlığına qarşı bizə məlumat verin. Sizdən xahiş edirəm, mənim bu şikayətimi ictimailəşdirin, qoyun cənab prezidentin qarşısına çıxsın. Bəlkə mənə olunan haqsızlıq aradan götürülsün. Təşəkkür edirəm, sağ olun. Vəliyev Surxanın müraciətini hər kəs eşitdi. İndi yaxşı olar ki, Sosial Müdafiə Nazirliyi də eşitsin, Prezident administrasiyasından da eşitsinlər. Yəni, cavan gənclərlə bağlı danışanda deyirik ki, regionlarda, rayonlarda yaşayan gənclərin böyük əksəriyyəti daş karxanalarında işləyir, tikinti sahəsində işləyir. Bəs bu Vəliyev Surxaylar harada işləsin? Bunlar hardan maaş alsın, necə işləsin? Yaş, bəlli bir yaşları var. 60 yaş, 55 yaş, 50 yaşından yuxarı insanlar iş tapa bilmirlər. Heç yerdə işləyə bilmirlər. Yəni, bunların bu sağlamlığın nəzərə alınsın, bunların bu bədənində olan fiziki problemlər nəzərə alınsın, xəstəliklər nəzərə alınsın, adamların bu təqaüd məsələsi biraz asanlaşsın və həqiqətən də xəstə olan insanlara o xəstəliklə bağlı dövlət tərəfindən bir diqqət ayrılsın, bir yardım verilsin. Çünki belə insanların sayı çoxdur. Yüzlərlə, minlərlə rayonlardan, kəndlərdən yazırlar ki, bizə bizim hal-hazırda səhhətimizdə olan problemlər nəzərə alınmır. Biz heç yerdə işləyə bilmirik. Biz heç yerə işə düzələ bilmirik. Nə ilə yaşayaq, nə ilə dolanaq, dərmanımızı nə ilə alaq, iynəmizi nə ilə alaq. Əksər vətəndaşda şəkər təzyiq xəstələridir. Belə, dəyərli dostlar, daha bir yayımın sonuna gəldik. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.